Qadın atasının evində qaldığı müddət üzərində atasının haqqı ən vacib olan haqqdır. Yəni atası nə desə etməlidir. Etməsə günah qazanır. Təbii ki, burada söhbət asiliklərdən getmir. Lakin qadın ərə getdikdən sonra üzərində ərinin haqqı daha öndədir, daha qabaqdadır atasının haqqından. Nə deməkdir bu söz? Əgər birdən qadının əri qadına valideynlərini ziyarət etmək üçün izin verməsə, qadına ərinə itaət etmək vacib olur. Yerinə yetirməlidir. Düzdür, kişi buna görə günah qazanır. Mane olmamalıdır. Kişi yoldaşına mane olmamalıdır valideynlərini ziyarət etməsi üçün. Mane olursa günah qazanır. Bu asilikdir, bu öz yerində. Lakin qadının ərinə itaət etməsi vacibdir, ona görə də riayət etməlidir. Baxmayaraq ki, kişi buna görə günah qazanır.